Sual. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Birinci olanların adını qeyd edək. Yazaq ki, Həsən, Əli və Vüqar. Bizim ən çox məlumatsız olduğumuz Vüqardır. Vüqarı işarə edirik X-la. Deyir ki, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Deməli, əgər Vüqar X idisə, Həsənin qazanma ehtimalı olar 7X. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Deməli, Əlinin qazanma ehtimalının əgər 2 mislidirsə, Əlinin qazanma ehtimalı onda Həsənin qazanmasının yarısıdır. Yəni, 7-nin yarısı 3/5X-dir. Və biz bilirik ki, bütün ehtimalların isə cəmi nəyə bərabərdir? 1-ə bərabərdir. Yazırıq ki, 7X üstə gələk 3/5X üstə gələk X bərabərdir 1-ə. 11/5X bərabərdir 1-ə. X bərabərdir 1 bölünsün 11/5. Vergül yazarıq, 0 əlavə edərik. 5-i ixtisar apararıq 2/23. Deməli, biz X alarıq 2/23. Axı, bizdən Əlinin qazanma ehtimalını soruşurdular. Əlinin qazanma ehtimalı 3/5X-dir. Yəni ki, 7/2X-dir. Və onda 7/2-ni biz vurarıq 2/23-ə. İkilərimiz ixtisar gedər. Alarıq 7 bölünsün 23. Variant D.